Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qar yağışı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir. Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə müraciət edir. Bildirilib ki, sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol nəqliyyat hadisələri riskini artırır. Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir. Bu səbəbdən sürücülərdən xahiş edirik, zərurət olmadıqca uzun məsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinin. Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini mütləq yoxlayın. Qarlı və sürüşkən yollarda adi şinlərlə deyil, qış şinləri ilə hərəkət edin. Sürət həddini yol və hava şəraitinə uyğun seçin. Təhlükəsiz məsafəni qoruyun. Yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bölgələrdə gücləndirilmiş rejimdə xidmət aparır, təhlükəli yol sahələrində nəzarət və sürücülərlə izah edici söhbətlər davam etdirilir.